Və hörmətli tamaşaçılarımız, xeyirli axşamlar olaraq davam edirik. Proqramımızın elə sponsorlarından biri də Doktor Seyfəddin Klinikasıdır. Bir daha da qeyd edim ki, Həzi Aslanov metrosunun çıxışında gözəl bir parkingi var. Yüksək səviyyədə peşəkar həkimlərin çalışdığı bir məkandır və illərdir də ki, bu kişi bu klinikanın yaradıcısıdır, baş həkimidir. Günün istənilən saatında, yəni şəxsi mobil nömrəsinə zəng vuraraq ekranlardan telefon nömrəsini də görürsünüz, elə əlaqə saxlaya bilərsiniz və təpədən dırnağa qədər təbii üsullarla müayinələr, müalicələr, yüksək səviyyədə laboratoriyamız xidmət göstərməkdədir və ən əsası da arı ilə, zəli ilə, qurbağa ilə də müalicələrimiz mükəmməl şəkildə həyata keçirilir. Həkim, bu söhbəti özünüz davam elətdirin, buyurun. Əvvəl qeyd elədik, bugün insanlarımızın müəyyən, görürsən, kimyəvi dərmanlardan istifadə olunur, 30 il, 40 il, 50 il sonra deyilir ki, bu xərçəng yaranması üçün şərait yaradırmış, silinsin bu dərman, silirlər. Mümkün deyil ki, kimsə deyə ki, mən həyatı boyu, hətta Qərbi Azərbaycanda o vaxt uşaqlar doğulanda uşaqların göbəkdən balla mayalandırırdılar. Mən ömrü boyu bal qəbul edirəm və mən bal kiməsə ziyan elədi. Təbii ki, bədən götürməyən adamdan danışmıram, həssaslı olan adamdan. Və bal yeyən adamlar immunitetli olurlar, xəstəliklərə dözümlü olurlar. Və Allah insana verdiyi mükəmməl bir müalicə nömrə 1 arı zəhəridir ki, Allah insana verdiyi ikinci, o vaxt insan yarananda Məhəmməd Peyğəmbərimiz deyib ki, bəs bunların müalicəsi deyib, narahat olma, gələcək. Cənab Cəbrail deyir ki, gözü bir də görürlər dənizin kənarında bir dənə arı gəldi, qondu sinəsinə. Deyir, iki arı gəldi, qondu sinəsinə, deyir, nədir? Deyir, bax, burada hər şey var. Müalicə də var, sağlamlıq da var, qida da var. Və Quranda da bilirsiniz, orada ayədə yazılır ki, bəli, arılar haqqında onlar talbarlarda, çardaqlarda quracaqlar yuvalarını insanlara sağlamlıq, qida, müxtəlif rəngdə balı təsəvvür edir. Anar bəy, biz də həmin bu yoldan çıxış edərək arı müalicəsi nəyə kömək? O miqrenin dedi müalicəsində sidini saxlaya bilməyən adamları eneroz deyirlər, sidik qaçırma deyirlər və yaxud oynaq xəstəliyində, revmatizmdə. Mənim bu sahəyə gəlişim özüm revmatizmdən tələbə vaxtı əziyyət çəkməyim olub və böyüdüm, gördüm ki, çox əziyyət çəkirəm. Gəncliyin çox arıyı tapdım, təsadüfən axtardım, başqa bir məqsədlə axtarırdım. Arıya baxım, balım olsun təmiz. Bunun dilini bilmirəm, məni sancır. Bir də yazda aylarında dedim, evdə durdum ki, mən sağaldım. Dedilər, nə oldu? Dedim, mən qışda qalın paltar geymədim. O vaxtda avdı qardaşım bilir, maxer, şarf, andatra, papaq, norka, papaq. Heç nə geyim, mən qışı bilmədim bu qış necə keçdi, sağaldım. Mən sağalandan sonra axtardım ki, Allah doğrudan da 1000 dərdi, 1001 dərmanını verib gəldim. Arını inkişaf elətdirdi, arının arxası gəldi, zəlliyə qoşuldu, zəllinin arxası gəldi qurbağaya, bitkilərə, meyvələrə. Bugün qidalanma, insanların faciəsi, xəstələrin mənbəyi düzgün qidalanmamaqdır. İnsanlar bilmirlər nə ilə nəyə qatıb yeməlidirlər. İndi deyirik, mən baxıram, kimsə yazır ki, kim deyir ki, pomidorla xiyarı bir yerdə yemək olmaz? Bunu Amerika deyir, dünya deyir, mən deyirəm. Çünki hər ikisi qiymətlidir. O xiyarın tərkibində olan ferment, məsələn, pomidor prostat vəzinin xərçənginə qarşı çox gözəl bir fermentdir o. Xiyarla ikisi bir yerdə olanda məhv edir bir-birini, neytrallaşdırırlar. Ona görə də xiyarı İranda, qonşu İranda ayrıca salat kimi yox, meyvə kimi. Oradan götürürsən, meyvə kimi istifadə edirsən. Pomidoru. Pomidor ayrı. Pomidor artıq o keçir bu tərəfə. Xiyarı meyvə kimi istifadə edir. Meyvə kimi almanın yanına qoyurlar. Ki, onu, yəni o ikisini bir-birindən qatmaq. Amma bizdə pomidor, xiyar, hətta pendir də qatırlar, nə bilim, zeytun yağı. Mən də ona görə Anar bəy dedim ki, qidalanma çox vacib bir şeydir. Xəstəliklərin mənbəyi, məsələn, dünyada bu dəqiqə nömrə 1 qida, sağlamlıq qidası nədir? Mono qida. Yəni, nə yeyirsən